Ustadan soruşur ki, usta günə nə qədər qazanırsan? Bunu soruşursan, əcəb eləyirsən, yaxşı eləyirsən. Və soruş günə nə qədər toz yeyirsən, günə nə qədər əllərin qabarı olur, günə nə qədər ağlayırsan, günə nə qədər əziyyət çəkirsən. Gəl 5 gün ustanın yerində işlə, ondan sonra bilərsən usta o pulu hansı zülümlə qazanır. Bəzən qulaqlarımıza gəlib çatır da, incidirlər ustaları, dəyər vermirlər ustalara. Belə şeylər eləmək olmaz. Yaxşı sənətkar, yaxşı insan, o şərəflə, ləyaqətlə, namusla, qeyrətlə sizin mənzilinizə girib, şərəflə öz işin görürsə, onun haqqını kəsmək olmaz. Çünki o oturduğu yerdə o pulu qazanmır, əziyyət çəkir, alın təri tökür, zülüm çəkir, o pulu qazanır. Elə ustaların haqqına girmək olmaz.